Mən Sara, Sara'nın açığı kanalından sizi salam xanım. Eləmisən Turac bura gəl. Salam xanım. Xanım salam axşam Salam Mələk bacı, görürsən ki uşağı şey eləyirəm. Müəllim yanına gətirəm, çiynim yara bağladı. Bir də kitab bağlayır. Xanım. Mən səni oxutdururam, müəllim yanına qoyuram ki, bu sumkanı daşıyıram, sən top oynayasan, yetim gülür. Bura gəl. Xanım axşamınız xeyir olsun. Hər vaxtın xeyir, hər vaxtın xeyir bacı. Beyvaxt vaxtı mənim canımdan. Sara'nın açığı kanalından sizi narahat edirəm. Sara'nın açığı kanalından. Nəyi? Sara'nın açığı. YouTube kanalından, bəli. Bacı nəyin açığı? Hər şey açıqlanacaq burada. Sara'nın açığı? Bəli. Mənə nə Sara'nın açığı ilə bağlı? Sizdə hər şey açıqlayacaq da. Hər şey çiğnim yara oldu. Sumkavızı istəyirsiniz qoyunuruq. Uşağı müəllim yanına qoyuram. Aha, lap gözəl. Adınız necə oldu? İnansa boynumda quruyur. Adınız necə oldu xanım? Özünüzü təqdim edin. Hansı adım? Necə iki ad daşıyırsınız? Bakı adı. Ha? Bakı adım da. Bakı adı rayon adı. Aha. İstəyirsiniz Əlimi sənə xeyirliyə vururam gülüm. Qəşəng qadınsan. Demək, Aləmzardır, Nastya deyirlər. Necə? Adım Aləmzardır. Bəli. Nastya deyirlər. Aləmzar necə görüm Nastya olub? O ya mən siz Rus qızını oxşadığıma görə Aləmzarı Nastya eləmiş. Sənə bir dəxli Anya var. olaydı heç olmasın. Anya pozğunlara deyirlər. Bildin? Xanım, heç olmasa Alyona olaydı. Niyə? Onlar hamısı Rus pozğunlarının adıdır. Nastya qəşəngdir, Nastyuşa. Nastya pozğun deyil. Şaxta babanın yanına gedən Nastya var idi. Aha. Bir gecə Şaxta baba ilə keçirdi, Şaxta baba ona nələr verdi. Elə bir bayatından oğlan sizinkidir. Bəli, Turac. Bəs niyə ona qızsın qız almısınız? Hə? Niyə qızsın qız? Bacısından qalıb da. Bacısınındır. Uşaq axı oğlandır. Nə fərqi? Cinsiyyətinin fərqi var. Bu da Turacı da 9 aya şey göstərdi, qız göstərdi, oğlanı gördüm oğlandır. Şimdi sənə ilah pərvərgər şükür. Çünki məni yara elədi. Biz analar ancaq bunu çəkirik. Hə? Aha. Bacı, mənim adımı soruşmaya, adımın mənasını çözməyə görə mənə Nastya deyirəm, bəsindi. Yox, mən sizin öz şəxsi adınızla çağırıram. Yox, sən Aləmzar. Bəli. Yox. Aləmzar çox gözəl ad. Aləmzar. Azır deyil. O ad məni seçdi içmədə. Bütün məsələ düt eləyər, burama düt qoy. Burama düt qoyarsan, gidə. Qoyarsan. Mən gedə bilərəm. Yox, indi 1-2 sual verəcəm sizə. Mənə? Bəli. Bu sualların cavabını bilmirəm. Müəllim yanına qoyuram. Müəllim yanına qoyuram. Testləri eləyə bilmirəm. Buradan səslənirəm bütün başbakanımıza. Hara səslənirəm? Dövlətimizə. Dövlətimizə şey eləyirəm. Aha. Özüm Azər danışa bilmirəm biz. Azər türküsüz deyəsən. Yoxsa. Ha. Türk Azərisi. Bilmirəm nəyəm. Qızam, qız. Nasıl siz Ruslan da olmusunuz? Azərbaycan da, Türkçən də, yəni üçündən də olmuş. Oxşayıram da. Belə baxanda Türkəm, belə baxanda Azərbaycan, belə baxanda Rus. Bax elə. Sifətimdən isə mənim yoldaşım mənə ki, səndə nə üzlər deyirsən var. Min sifət deyirsiniz yəni. Yəni belə deyirlər. Mən nə üzlər deyirəm, belə oxşayıram, mən nə edeyim? Nə sifətlər görmüsünüz yoxsa sizdə nə sifətlər? Məndə. Adamın üzünə elə durarım. Aha. Yəni ki, dəhşətlə belə üzə durmayım da var. Yəni yaxşı mənada. Yaxşı xasiyyətdir. Yaxşı mənada üzə dururam. Bir var pis mənada. Aha. Bir var yaxşı mənada. Üzə durmağın pisi yaxşısı var. Yaxşı bu siz həm yaydan olmusunuz, həm qışdan olmusunuz. Anayam. Analar belə geyinir. Kombin yaratmışam da özümdə. Yəni kombin yaratmışam, küçə kombini var. Aha. Görürsən ki, bura bax. Mənə Vespagi tamaşamda deyir. Bu şey Aləmzar xanım nasıl da geyinmisiniz? Ayaqqabı Miyo-Miyodan. Ha? Miyo-Miyo. Miyo, Bu aha. sədərəydi. Hansı? Balta. Əsil sədərəy malı deyə. Donuz. Boş deyil. Ha. Boş deyil. Aha. 15 manatdan 5-ə düşdü. Qışda aldı. Ay, endirimlə. Saxla samanı gəlir zamanı. Allah sizin də geymişsiniz elə bir. Bakı küləklər şəhəridir. Bu qalxdı, mənim bıldırlarım çöldə. Aha, laf. Düşüncə, qadının qabiliyyətli düşüncəsi. Zəkalısınız. Zəkam icazə vermədi ki, Aha. atdan bunu ver. Bu küləyi fırt eləyir də. Heç vecibə də deyil. Vecima deyil. Qalxır üstümə vecima deyil. Bu da üstündə cinsdir. Görürsən? Aha. Necə də uyğunlaşır. Yaratmışam. Rozvinada cins uyğunlaşır. Uyğun. Bəs oğlana taxmısınız axı onu. Yo, sana nə? Sana nə? Sana nə razqavaribata var axı? Hə, rus yazırsınız siz həm də. Mənə niyə dayandırmısan? Mənim bacım. Mənə bir dənə gecənin bir aləmi, evdə hələ yemək bişirməmişəm. Havara qalmışam. Başımın içi gükürləyir ki, nə bişirəcəyəm. Aha. Sən onunla məni şey edirsən. Sual cavab veririk də bu Sara'nın açığı kanalında. Qız səni açıqva da bağlıva da mənə nə? Sorğu-sual keçirirəm də bu xanımlar arasında. Bəs mən kimsə sizi kimi qadınlardan alıram da. Olar. Ziyalı gördüm məni deyəsən uzaqdan. Bəli, çox ziyalı görsəniz. Görsən, uzağım ziyalıdır, yaxınım. Mötəbərsiz. Yox, qıza dedim axı. Aha. Adım belə deyil. Nastya, mötəbər deyil. Mötəbər də ad görəyim, mötəbərsiz. Mötəbər qadınsınız.
Mötəbərsiz. Mötəbər deyiləm. Mötəbər deyiləm də mən beləyəm. Nastya. Sadə. Sadə və sadə Nastya. Bəlkə prosta Maria da deyə bilərsən. Nastya xanım, niyə də? Gülürəm. Sənə nə? Hə? Sənə nə? Adama deyək. Aləmzar nə gözəl adımız var. Kızım ben suda. Oo. Sıçralar bir şey. Nədir bu? Ayağısı. Ha. Bəlkə heç onun geydirməsi də orijinalıdır. Ayağım bir dənə torpağa dəysin. Xan onu elə bir çəmənliyə deyirlər, çimənliyə deyirlər. Çimən nədir? Uta. Çimən. ya. Ha? Daşa dəyir, təmas edirəm daşdan da. Sənə nə? O bəlkə də o şey miyon geydirmə, hə? Qarnım işlə. Miyon geydirməsi də bəli. Hə, 13 manat almışam. Əhmədli metrosunun üstündə. Nə gözəl. Amma Bakıda almışam, bir şəhərdən almışam. Ay, nə fərqi var? Rayondan almamışsınız ki. Çox gözəl. Yaşıllaşan ağaclar barəsində nə düşünürsünüz? Yaşıllaşır. Gündən-günə daha da yaşıl. Yaz gəldi, ağaclar yaşıllaşdı. Küssə. Qızım, mənə bu cəmaata nə ziyalı suallar. Mənə sual ver ki, başqa bir şey. Mən ağaclar yaşıllar. Mən indi ağacı nə deyim? Deyim, mən saralır, payızda saralır, qışda yaşıllaşır. Ay, sağ ol. Necə baxırsınız ona? Necə baxırsınız ona? Belə. Gördün mü? Aşam ağacı. Xanım, yəqin ki, burada yaşayırsınız. Kommunallarla bağlı nə deyə bilərsiniz? Qızım, uşağı müəllim yanına bura gətirmişəm. Mən şeydə qalıram, 100 manatlıq evdə. Bu gücüm çatar mənim. Ofşididə qalırıq da. Qızım, bura bizə xırtdaya qədər deyir buranın kommunali. Mən şeydə qalıram, 100 manatlıq evdə. Bir tərəfdə inək, bir tərəfdə biz. O işi inəyə canım. Burada uşaqlar mənim yanına gəlir. Mən də dedim, yəni dedim ki, qoyum kommunallarla bağlı, yəni münasib qiymətlər. Burada bəxtəvərlər yaşayır. Burada bəxtəvərlər, bizdə bir fəqirlər. 100 manatlıq ev yaxşıdır heç olmasa. Əla. Yığır, bir də pul yığır, inşallah bizə açarsa bir yerdə torpağa da bir şey, ölməsi yaxın bir şey alır. Məni kommunalı deyirsənsə, işığı yandırma, suyu açma, qazı yandırma. Bəli. Hepsi yaşadır. Yaşa! Gələn qaz işlədəsən. Yaşa Azərbaycan. Yandırma qazı çox. Açma işığı çox. Suyu içmə, az iç, qarnına şey eləmə, yeməyi az ye, qazı işlətmə, eləmə, onun evinə git, bunun evinə git, bu istəyir bir dənə çarpın, istəyir bir dənə yemək. Yaşa Azərbaycan. Mənə tutmazlar. Yox, niyə tuturlar ki? Demokrat ölkədə yaşayırıq. O kimdir? Demokrat deyil ölkəmiz. Nədir bu? Azərbaycandır. Demokrat. Bizə Danimarka deyirsən bu. Çox avam şeysiz, avam jurnalist. Xətrimə avam çıxdı. Hə, çox gözəl. Turacanı. Hə, şeydir, yaşayırıq Azərbaycanda TikTok'umuzla, Instagram'ımızla, Ay sağ ol. YouTube'umuzla. Ay sağ ol. Kefkom. Sahranın açığı ilə. Sahranın açığına, bu kanal adı bir ədəb çıxır, qıza. Harada bəni göstərəcək Sahranın açığında? Yox, bir arım deyiləcək, belə şey kişimiş çıxır. Yox, sual mənim Sahra mənim adım, Sahranın açığı kanalımdır sadəcə. Açığı yoxsa açığı? Açığı. Açıq söz deyəm deyə ona görə. Hər şey açığın. Sahranın açığı desə mən Nastiyanın bağlısı deyil. Yox, mən açıq sözlü olduğum üçün soruşuram, bütün suallar nə gəldi seçimə verim. Sizə məsələn yuxuluyorsunuz, yuxuya tezdən durmusunuz deyəsən xanım. Yetdiniz. TikTok demişkən xanım. Gülüm. Gecədir. Bir dəqiqə, 5 dəqiqə sizə sual verim. TikTok demişkən bir şey yadıma düşdü. Yeni akımdan xəbəriniz varmı? O kimdir? Akımda. Akım Türkiyədə. Yox, akım yəni ki, yeni trend olan şeylərdən xəbəriniz var? Məni trendə salonda. Bəli. Yoxam görsənməsin. Vay, Mayıs var ha. Mayıs yoldaşınızdır. Mayıs yoldaşım. Soyundum gördün? Aha, buyurun xanım. Nəyi bilirsiniz trend olaraq? Nədir bu? Xatirələrdə qalmışam, ay ayxan. Elə bilirlər qocanmışam, ay ayxan. Gəlsin bir. Bu, hə, düz deyirsiz. Bu trenddir. Başqa? Rəşad Qaraçıqurlu. Rəşad Dağlı'nın ifasında. Başqa trend olan nəyi bilirsiniz xanım? Məsələn, indi trenddə olanlardan. Hə, sən gedirəm, heç demirsən, alo. Onu bilirəm. Hə, Ənvər. Səni məndən tanışdırdıq, alo. Onu bilirəm, hə. Mayıs deyinə, deyər ki, 2 kilo ət. Gedirsən deyir, Allah saxlasın səni balo. Çox gözəl, sağ olun xanım. Yaxamı bağla gözüm, Mayısın xoşu gəlməz. Hə, buradan demək istəyirəm ki, mən də trendə düşmək istəyirəm, mən də tanınmış bir qadın olmaq istəyirəm. Əgər qadın tanınırsa, mən onlarda nəyim geriyə qalır. Məni əgər yaxşı görmək istəyirsinizsə, Sahranın açığı kanalında izləsinlər. Məndən sonra takib alsınlar. Səhifəm yoxdur. Dinən, müraciət elə. Demək istəyirəm ki, əziz insanlar, Sahranın açığında məni izləyənsə, məni takib alın. Adım da Nastya, altda xət, Mayıs, altda xət, 2025 may. Tanış olmuşsunuz. Yox, səhifəm oldu. Gedib açarım.
İndi açacaqsınız hələ. Çox sağ olun xanım. Tanınaram səncə? Əlbəttə ki tanınarsınız. Sizdə bu sima Azərbaycanlı var. Rus dörə. Hə, sizdə bu sima varkən tanınarsınız. Çox gözəl. Sifətiniz gündəmə uyğundur. Xatirələrdə qalmışam ay xan. Aha. Bir elə bilsən qocalmışam ay xan. Bunlar mənim üstümə deyir zada gəlirlər. Aha. Mən onu qoymuşam. Aha. Qaynanama oradan bir də söz bastım. Ay, Mən sağ ol. elə bir qocalmışam ay xan. Daha. Ay sağ ol. Zırt o ancaq mənim statuslarım qaynanama soxmaydı. Söz soxursunuz orada. Bomba Ha, nə gözəl. Ona söz soxuram. Deyim şirəmişə şirdir mənim qardaşım. Yəni mən şirəm siz qoyun. Ah, sağ ol. Sonra Çox. mən mais gəlir deyinir, deyir kimə sox. Sən ancaq sözü demirsən ki. Sözümü demişəm, maislə biraz qırırıq bir-birimizə, Aha. amma axırda mən qazanıram. Onun üçün mais həmişə mənə deyir ki, üzə duransan. Deyirəm, bəli.